Heç kimə güzəşt yoxdur. Hər kəs bərabərdir. Heç bir toxunulmaz məmur da yoxdur. Hərə öz əməlinə görə həm qiyməti alacaq və cəzasını alacaq. Çoxları mənə deyir ki, Mehman, sən bu polislərin bütün zirzibillərini araşdırıb ortaya çıxardırsan. Faktla, sübutla göstərirsən ki, bizim polis rüşvətxordur. Bizim polis özbaşınalıqla məşğuldur. Amma niyə İlham Əliyev Vilayət Eyvazovla bağlı heç bir ölçü götürmür? Cavabı isə çox sadə. Çünki Daxili Quldurlar Naziri Vilayət Eyvazovun ipi İlham Əliyev də deyil. Vilayət Eyvazovun ipi Vladimir Putindədir. Bir şey bilin ki, Azərbaycanda Daxili İşlər Nazirini İlham Əliyev yox, Vladimir Putin təyin eləyir. Ona görə də, görmüsünüz də, İlham Əliyev həmişə deyir ki, Azərbaycanda heç bir polisi cəzalandırmayacağam. Düz deyir, çünki onun səlahiyyətində deyil.